Hörmətli izləyicilərimiz, mən çəkilişə çöldən başladım məhəllədən. Mən xüsusi bir dənə tut növü tapmışam. Bax, belə bir dənə tut növü. Mən də görməmişdim indiyə qədər. Bax, bu belə çəhra rengi var. Ona sağ. Da. Evimiz o tərəfdən. Bu qapı deyil, ondan sonraki qapıdır. Burada sizin məhəllədə, yəni rahatlıqla yeyə bilərsiniz bu tutdan. Qoy bir iki dənə bu tutdan yeyeyim. Hörmətli izləyicilər. Ev var, ev alacaqsınız da, satacaqsınız da, Allah qoysa. Kösəcək sizdə üçün. Əsas bu tutdur. Bu tutdan başqa yalandır. Ay maşallah, özü də hörmətli izləyicilər. Bir dənə sakit yerdir sarayın. Tam sakit, səliqəli yer. Bax, tuta baxın. İndi həyətdə prosta ağac yoxdur. Keçin indi həyətdə təqdim eləməyə. İndi bütün ağac əsir həyətdə vardır. Çox sakit küçədir. O belə sakitçilik axtaranlar var ha özlər. Özdə şəxsiyyətçilik. Burada hamısı demək olar şəxsiyyətçilik. Hörmətli izləyicilər. Belə də aparat var. Çöldə. Burada kanalizasiya şambosu burada. Burada çöldə hər yol eləyib. Suyun sayğacı burada. Ay, tut başladım üstümü yalan. Burada su sayğacıdır. Gəl. Hörmətli izləyicilərimiz. Neçə minə versən qardaş? 85. 85 mi deyirsən, razılaşma da var da aşağı yuxarı. Özü sənədi yaşayış təyinatlıdır buranın. Qardaş, şəxsi özünə düşür. Yəni görürsünüz ki, ev göz var burada. Tam keyfiyyətli evdir. Evimizin arxa tərəfinə keçək. Burada padvalı var. Qardaş qeydilər ki, bu evdə verir. Evimizin arxasında, bax bu ağacı rəsmi. O tut ağacı var, hörmətli izləyicilərimiz. Bir üstə belə bar verən ağacımız olsun, deyil. Qardaş desin, tut ağacı. Bu tut da. Ay maşallah, bax görünsünüz, neçə cür. Orada qardaş deyil, bax pomidorun, bibərin, xiyarın. Bax, əliyim dənə tək, bir dənə bax. Ala, nə deyim sizə, nə deyim da, reyhanın, bibərin də ki, təmiz-təmiz öz həyətindən. Evdəki bax, möhtəşəm evdə ha. Möhtəşəm, yəni. Şəxsi tikili evdir. Belə 4 sotun içindədir. Təmiz 4 sotun içindədir. Bir sota artığı var. Sənədindən 3 sot. Qubçalı yaşayış təyinatlı. Propiskada olmaq olur bura. Qardaş qeyd elədi. İndi inşallah keçək evlə tanışılıq. Allah Allah'ın satanla xeyrin versin. Keçək. Gözəl ki, mərtəbə evimizlə tanışılmaq. Buradan görürsünüz ki, pəkan betondur. Burada İran fesidir. Paltaryandır. Burada bir dənə qəşəng tutma mebeli var. Tavan qədər bir qardaş dedi, burada da saxlayacaq, bu mebeldə saxlanılır. Evimizdə keyfiyyətli yerdir. Yəni özünə tikilmiş, şəxsi tikili həyət evimizdir. Bu gücü məni çaşdırdı. Bir dənə burada sanuzeli var. Tam hər bir şey qaydasında. Bir dənə bax, burada hörmətli izləyicilər. Görürsünüz, bir dənə burada qəşəng bir otağı var, zalı var. Zalın hər bir şey qaydasındadır. Qəşəng. İndi keçəcək hörmətli izləyicilərimiz ikinci mərtəbə ilə tanış olmaq. İzləyicilərimiz çıxırıq ikinci mərtəbə ilə tanış olmaq. Düzü betonlu hörmətli izləyicilərimiz. Tam keyfiyyətlə dökülür. Tam izolyasiya olunub. Tam, qardaş dedi, daş yünü ilə. Tam izolyasiyadır. Burada bir dənə yataq otağıdır, böyük. Baxa bilərik, hörmətli izləyicilər. Ağardılmışları görür, bir dənə amboy işıq alır. Şəxsi tikilidir, yəni moşun yerdir. Bir dənə buradadır. Bir dənə burada yataq otağıdır. Görürsünüz, hər bir şey qaydasında. Bir dənə yataq otağı burada. Bir dənə də yataq otağı var burada. Bütün həyəti zaten hər bir şey göstərdik. 85.000 manatdan real alıcılarımız. Bu cür gözəl ev əldən qaçarmaq istəmirsinizsə, gəlin əmlak sahibinin özü ilə danışdıraq, sizə qiyməti razılaşın.